Son dönəmlər bəzi azarkeşlər tərəfindən az qala Azərbaycan futbolunun bir nömrəli problemi kimi görünən Nəriman Axundzadə klubunu dəyişdi. O, ABŞ-də Columbus Crew'da forma geyinəcək. Bu, futbol tariximiz üçün unikal hadisə və yüksək göstəricidir. Gənc futbolçu MLS-də oynayacaq ilk Azərbaycanlı kimi tarixə düşəcək. Bu pəncərədən yanaşdıqda müsbət məqamlar görsənsə də, pərdə arxasında nəzərdən qaçan və bundan əlavə mənfi detallar daha çoxdur. Hazırda yerli futbolçular içində ən yüksək transfer qiymətinə malik, perspektivli oyunçu olan Nəriman bəs niyə bu qədər tənqidə məruz qaldı? İllər öncə vuran ayaqlarına qurban deyən azarkeş niyə onu təhqir edir, istehza obyektinə çevirir? Nə demək istəyirsiniz ümumiyyətlə tənqidlərə? Heç fikir vermirəm. Nə deyim? Axundzadə özü tənqidlərə fikir vermədiyini desə də, sosial medianın təsiri, insanların onu gülüş obyektinə çevirməsi və digər amillər təbii ki, şuuraltı olsa da belə mənfi iz buraxır. İnamsızlıq, qərarsızlıq yaradır. Hətta bir məqamdan sonra bu təzyiqlər Qurban Qurbanovun üstünə düşdü və o belə Nəriman haqda nə deyəcəyini bilmədiyini vurğuladı. Yəni Nərimanla bağlı əsl olsun, nə qədər vaxtdır müzakirələr çox gedir, həddindən artıq. Yəni mən özüm bilmirəm Nəriman haqqında nə deyim, çünki yəni azarkeş mən hansısa bir fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olacağım. Büdcəsi Qarabağdan çox olan, Şərq konfransında stabil çıxış edən klub hər halda Nəriman kimi oyunçunu boşuna almaz və yaxud Amerikalı agentlər belə bir futbolçunu əbəs yerə transfer hədəfi olaraq seçməzlər. Nə qədər bəyənməsək də Axundzadənin ABŞ təmsilçisinə getməsi bizim görə bilmədiyimiz potensialının yüksək dəyərləndirilməsi nəticəsində baş verib. Ümid edirik ki, futbolçu Birləşmiş Ştatlarda itbat olmayacaq. Mövzuya ümumi baxsaq dəqiq olan odur ki, azarkeşimiz çox qəddardır. Əksəriyyət yalnız xoş gündə futbolçunun və ya klubun yanındadır. Vay o günə ki büdrəyəsən, yaxanı qutara bilməyəcəksən, dillərə düşəcəksən. Bəlkə də bu ədalətli haldır, fikirlər müxtəlifdir. Nərimanın da başına bu gəldi. Gənc olması, təcrübəsinin az olması psixoloji olaraq bu hala tab gətirməsinə əngəl yaratdı. Sadəcə Nəriman, yəni son vaxtlar məlumdur, məlum məsələlərə görə yəni belə bir getməsi lazım idi. Çünki yəni adam yəni özünü deyil idi.